Mən Tural Dəmirov, hal-hazırda Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alıram. RUF Akademi tərəfindən elan olunan xarici təhsillə bağlı təqaüd proqramının qaliblərindən biriyəm və bu təqaüd proqramı vasitəsilə Berkeley Universitetindən, London Universitetindən və Erasmus Mundus proqramlarından qəbul almışam. Xaricdə təhsil almaq istəyən hüquq tələbələrinə əsas tövsiyəm olardı ki, ilkin olaraq bu planları çox qabaqcadan müəyyən etmək lazımdır və artıq birinci, ikinci kursdan bu üzrə işləmək lazımdır. Çünki çox adam fikirləşir ki, ortalamanın 1 bal belə aşağı olması çox da təsir eləməyə bilər. Lakin xarici təhsilin ilkin addımlarından biri ortalamanın nə qədər yüksək olduğu bilirsə, o qədər yüksək olmalıdır. Bununla yanaşı təbii ki, IELTS nəticəsi və sosial aktivlik kimi məsələlər də xüsusi əhəmiyyət daşıyır. Həmçinin iş təcrübəsinin də olmağı xarici təhsil üçün önəmli addımlardan biridir. Lakin iş təcrübəsi mühüm deyil ki, çox önəmli bir şirkətdə, çox yaxşı bir yerdə olsun. Hər hansı bir yerdə karyeraya başlamaq belə xaricdəki universitetlərdən qəbul olmaq üçün yaxşı təsir göstərə bilər. Sonda isə RUF Akademi komandasına bütün bu proses boyunca göstərdikləri dəstək üçün və düzgün universitetlərin seçimi üçün təşəkkür etmək istəyirəm. Çox sağ olun.